Dostlar salam. Vaxtınız xeyir olsun. Bu Kral Armuz N11 qaz pistonudur. Təzəcə almışam. Harca bir 100 dənə güllə atmışam bu ilə. 100 dənə attığım güllə də spotxon olubdur. Belə tüfəngin özünü 10 gün olur aldım. Almışam bunu 350 manata, girib də soruşa bilərsiniz bu dükandan. Sadəcə pisip alacağım ona görə. 100 metreden saxlayır. İstər Allah'ın olsun qırmadan asılı. Bu hələ bu ucuz qırmadır, Spotxon. 250'den 8 manat almışam. 8 qıram. Buna bu ucuz qırmadır da. Bu bahalı qırmalar var. 100 metreden saxlayır. 100 metreden saxlayır. Belə də ki, belə 80 metreden istədən dəmir dəyişir. Dəyişib gedir belə. Düzdür, tüfəngdir. Üstədə durbini var. Durbini. Öz ağırdır. Nə qədər bilsəm. Komet 3940 Ege. Bu da kapaqlıdır. Çıxardırsam mı? Böyle. Qorumaktan ötədir şüşəsi. Özü belədir. Kral N11 qaz pistonu çox güclü tüfəngdən bu ağırdır. Həm ağırdır. O tüfənginin ağırdır bu. Bizdes güclü tüfəngdir canım bu. Çox güclü tüfəngdir bu. 350 manata tək özünü almışam. 350 manata. Pakovkası da kutusu öyle durur. 350 manata. 100 manata bunu almışam. Bu amortizatörlü ayaqları da bilənlər bilərdi. Tüfəklə baş çıxarır. Deyin görünce saxlayıram. Bir dəqiqə. Ağır değerli cemdekti. Dur birinci kaçırmasın diye. Attıkça özü amortizatör ayak olur. Bir redaktör. Görürsen. Onu almışam ki durbin için dökmesin. Ses boğucusu. Kral N11 gaz pistonu. Böyle uzundu, içədi, ağırdı. Dipçələrə, durbinə görə. Burada görək binokun için görebilirik burada. İki de pete tut. Formada nəsə. Bu qapağıdır. Şüşəsini qorumaq üçün. Kırmızı ve göy. Yaşıl tər ışığı yanır. 350 manat tüfəngin qiymətidir. 100 manat bu amortizatör ayaqlıq və bunu 100 manat da durbin. 550 manat son qiymət. Pakovkanın içindədir. Pakovkanın içində 100 metrədən istədən hədəfi vurur. Tüfəngisiz olmaz. Bu remenin üstündə hədiyyə. Bir dənə Spotxon qırması 8 manat. Onu da hədiyyə verir. 250'den o içində. Bu qədər fikri ciddi olunar. Maraqlansın. Qaz pistonu. Bu burjinli sistem deyil. Bunlar güclüdür. Güclü. Dəhşətli dərəcədə pizdes. Həm də ağır deyil bu tüfəng. O tüfəngdən ağırdır.
Bunun qabağından hiçbir canlı qaça bilməz. Bu hələ Prasoy qırmadı, 8 manat qırmadı. Bunun 25 manat qırması var, 1 qramlıq. Ölüm də ölüm. Boy canlını da yatırır. İstədiyin hədəfi də vurub deşir. Kral 11'i bilənlər bilir də, özü Tembonda qaz pisi onu. Pakovkanın içindədir. Bu qədər. Fikri ciddi olanlar yazsın.